Gəncədə yol nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində Dəyirman dairəsinin yaxınlığında qeydə alınıb. Belə ki, hərəkətdə olan Priora ilə Prius markalı minik maşınları toqquşub. Qəza zamanı 3 nəfər 1990-cı il təvəllüdlü Xaliq İsmailov, 1992-ci il təvəllüdlü Elvin Ələsgərov və 1995-ci il təvəllüdlü Ayşə Quliyeva xəsarət alıb. Onlar Gəncə şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Zülfüqar Məmmədov adına xəstəxananın təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Vəziyyətlərinin kafi olduğu bildirilir. Bugün axşam saatlarında xəstəxanamıza 3 nəfər xəstə qəbul olmuşdur. Müəyyən olmuşdur ki, xəstələr avtoqəza keçirmişdir. Xəstələrə ilk yardım göstərildi. Bir xəstə müalicə olunduqdan sonra Abbasiyat xəstəxanasına göndərildi. 2 nəfər xəstə isə ambulator müalicə üçün evə göndərildi. Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.